Dostlar, deyir ki, fx funksiyası cüt funksiyadır. Gx funksiyası isə tək funksiyadır. Və 0-dan 1-ə fx funksiyasının integralını, müəyyən integralını 10 verib. Bizdən soruşur, -1-dən 1-ə 2fx, 3gx-in cəminin integralını. Burada xatırlayaq ki, cüt funksiya -a-dan a-ya fx dx olarsa, qaydanı xatırlayaq da. Burada 2 vurulsun 0-dan a-ya fx dx yaza bilirik. Tək funksiyada isə -a-dan a-ya fx dx, yəni burada g yazaq da, artıq gx. Cavab 0-a bərabərdir. Niyə? Qrafik oxumaq sənəti, bu sənəti öyrənməlisiniz dostlar, yoxsa riyaziyyat sizə çatmayacaq. Cüt funksiya, x kvadrat funksiyası. Düzdür? Buradan bura qədər, bir də buradan bura qədər də, -2-dən 2-yə, düzdür, tutaq ki. Buradan bura qədər sahə, bir də buradan bura qədər. Yəni ikisi də yuxarıda yerləşir də. Tutaq ki, -2-dən nə aldı? 4. Müsbət 2-dən nə aldı? Yenə 4. 2 dənə 4. 2 vurulsun 4. Yəni 0-dan 2-yə hesablayıb 2-yə vursaq bəs eləyər. Amma tək funksiyada, yəni çox qısa izah edirəm də. Məsələn, x kub funksiyasında -2, 2. -2-də -8 alır. Müsbət 2-də müsbət 8 alır. Müsbət 8 ilə -8-in cəmi 0 eləyir. Ona görə də bunun cavabı 0-dır. İndi biz burada nə edirik? Parçalayırıq. Yəni yazırıq. -1-dən 1-ə 2fx dx. Üstəgəl, yenə -1-dən 1-ə 3gx dx. Bu cüt funksiyadır. Deməli, mən bunu 0-dan 1-ə 2 vurulsun 0-dan 1-ə 2fx yaza bilərəm. Burada isə tək funksiyadır axı bu. Burada heç yazmağa ehtiyac yoxdur. Bura 0 yaza bilərəm. -a-dan a-ya tək funksiyadırsa, 3-ün bir önəmi yoxdur da. Yəni 3-ün integral xaricinə çıxartsaq, zaten 0-a vuracaq, cavab 0 eləyəcək. İndi bizə fx dx-i verib 10. Bu 2 də sabit qarşıya çıxır. 2 vur 2. Vur fx dx da 0-dan 1-ə 10. Yəni cavab nə eləyirsə rəylərə yazın.